Salam əziz izləyicilər. Bu haqda mən bir neçə dəfə danışmışam başqa videolarda. İndi Gəncədən izləyicilər suallar yollayıblar. Məxsusən onların sualına görə əlavə olaraq bir də bunu çəkmək qərarına gəldim. Bax, bu belə bir klapan var. Buna mən aşırı təzyiq klapanı deyirəm. Təzyiq, suyun təzyiqi atapleniyada əgər 3 bara çatırsa, çatmalı deyil. 1,5 bar olmalıdır təzyiq kombilərdə. Bütün kombilərə aid olan bir məsələdir. Bütün kombilərdə 1,5 bar olmalıdır. 3 bara çatanda o aşırı təzyiq klapanı açılmalıdır və oradan su axmalıdır. Bu mühafizə üçündür, qurğunu qorumaq üçündür. Manometr göstərirəm. Bax, burada hətta 1 bardan da aşağıdır, kombi işləməlidir. Qırmızı sektor artıq həyəcan siqnalıdır. O qırmızı sektora çoxunda rəngli olur. Yaşıl sektor, qırmızı sektor. Yaşıl sektorun üstündə olmalıdır əqrəb. 3 bara çatınca, 3,5-ə yox, 3 neçəyə yox, 3 bara çatdısa, artıq sən onun təzyiqini aşağı salmalısan. Bax, bu klapan avtomatik açılır 3 bara çatanda. Həm də bir işə qulluq eləyir. Təzyiq əgər 2 bardan çoxdursa, onu aşağı salmaq lazımdır. Nə cür salırlar? Bax, qulaq asın, burada səs verəcək, çıqqıldayacaq. Bax, bu da məxsus olaraq belə hazırlanıb ki, dəqiq olaraq istədiyin nöqtəyə gətirə biləsən əqrəbi. Bir dəfə açdın, çıqqıldadı, azaldı. İkinci dəfə çıqqıldatdın, biraz da azaldı. Üçüncü dəfə çıqqıldatdın, biraz da azaldı. Səni qane eləyən həddə çatanda təzyiq, onu saxlayırsan orada, o cür işləyir. Bu dəmir töküm kombisidir. Bu bahalı bir maldır. Funksiyaları çoxdur, üstünlükləri də var. Deməli, bunun burada bir gördüyünüz kimi silindrik bir qab da var. Bunun içərisində bax, budur, bax. İndi əlimi çəkim görəcəksiniz. Bax, o ağ. Bax, bunun içində silindrik bir qabdır. Həm 220 voltla qızdırır suyu orada. Həm də bu kombidə qızmış su oraya yığılır. Daim burada isti su qalır. Nə üçündür? Biz kranda açırıq çox vaxt, soyuq su gəlir, gözləyirik su qızsın. Bax, o zamanı azaltmaq üçün, bax, bu dəmir töküm burada istifadə edibdir. Bu qabı əlavə çəni termos kimidir. Tez soymur o. Daim isti su orada qalır və kranı açan kimi tez bir zamanda birbaşa isti su gəlir. Onun üçündür. Və burada həm də bu başqa kombilərdə belə deyil, sadə kombilərdə. Bunda bax, o klapan burada da var. Burada da var, bax, bu aşırı təzyiq klapanı. Bunda 2 dənədir. Biri qırmızı, biri göy. Və bu su evə ziyan verməsin deyə, islatmasın deyə, bax, belə bir şlanq da var. Bax, belə bir şlanq. Biri qırmızı, biri göydür. Fikir verirsiniz rənginə. Deməli, bu göy həmin o krana gedən isti su sistemi deyirlər də, kranlara, hamama gedən suyun xəttindədir. Bax, bu göy rənglisi. Bu göy buradadır. Qırmızı da atapleniyalara gedən üçündür. Bax, bura taxılır bura. Bu da bura taxılır və oradan klapan açılanda 3 bara çatıb klapan ki açılır. Həmin vaxt o artıq su, bax, bu şlanq vasitəsilə istədiyiniz yerə axıdıla bilir. Ya qab qoyursunuz, ya nə bilim, kanalizasiya qoşursunuz. Bax, bu təzyiq klapanının rolu. Həm
qurğunu qorumaq, cihazı qorumaq, həm də tənzimləmək. Əgər siz bax aşağıda kran var ki, bax budur bax bu. Bunu uzadıblar. Bu adicə dəstəkdir ki, altdan əl çasa bilsin deyə. Özü balaca bir şeydir. Bax bu hissədir. Buradan kranı açırıq, su doldururuq. Bax fikir verdi, su açan kimi su gəldi ora. Deməli, sonra artıq oldusa, bax bunu fırlatmaqla o artıq təzyiqi götürürük. Təzyiq 2 bardan az olmalıdır, normalı 1.5 bardır. Atapleniyalardır. Bunu yadınızda saxlayın. Dediyim kimi bunu mən bir neçə videomda izah eləmişəm. Bunu da sağ olsunlar o izləyicilər müraciət elədi. Bu da yaxşı oldu, çünki indi burada biraz da geniş məlumat verdim ki, bax bu nədən ötürüdür. 1-2 dənə aşırı təzyiq klapanı var. O açılmalıdır təzyiq 3 bara çatanda. Bunu qeyd edeyim ki, burada bu göy fırlanmır. Qəsdən onu blokirovka eləyiblər. Fırlanmır. Niyə fırlanmır? Çünki isti su dövrəsində ona müdaxilə eləməyə ehtiyac yoxdur. İsti su dövrəsində təzyiq özü təbii olaraq, krandan gələn suyun təzyiqi təbii olaraq istifadə olunur. Ona görə burada təzyiq salmaq söhbətinə ehtiyac qalmır. Odur ki, bax bu göy rəngli klapanda o funksiya yoxdur, belə çıqqıldamaq funksiyası ki, təzyiqi aşağı salasan. O özü avtomatik açılır. Bu klapan hamısında olur, amma fərqli bir şey də var. Bax, bu Novamax kombisidir. Bax, bu qurğu, bax, o göy gəldi, bax, göy, aşağıya şlanq gedir. O şlanqı indi mən tərb edəcəm. Bax, bu şlanq var. Hani, bax, bu şlanq. Bu şlanqın ucu da yenə kanalizasiyaya ötürülür ki, o təzyiq klapanı rolunu da oynayır. Eyni vaxtda iki iş görür o. Burada biraz fərqlidir, amma böyük əksəriyyətində 90% hamısı bax bu formalıdır. Plastikdən də ola bilir, latundan da ola bilir. Bax bu təzyiq klapanı. Hələlik elə bilirəm bu kifayətdir. Gəncəllərə salam olsun. Sağ olun, salamat qalın.